Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda Avparka 7 nömrəli məktəbə yaxın belə bir həyət evləri satışa çıxıbdır. Evlər 2 mərtəbədən və 4 otaqdan ibarətdir. Mərtəbələr arası manat betonludur. Sənədləri tam qaydasındadır. Evin də torpağında sənədləri var. Qiymətlərində isə bax bu ön cərgədə, yəni olan evlər 90 minə, arxada görsən o düz qapılar 85 minə və ortadakılar isə 80 min. Yəni 80, 85 min, 90 min arasında qiymətlər dəyişilir. İndi evlərdən birini çəkib göstərəcəm. Evlərin demək olar ki, hər birinin layihəsi eynidir. Bax bura evin həyəti. Maşın rahatlıqla həyətinə yerləşir. Evin də üst görünüşünü göstərim. Evlər qeyd etdiyim kimi hər biri eyni layihədədir. Zirzəmisi var, isitmə sistemi kombi sistemidir. Mərtəbə arası qeyd etdiyim kimi monolit betonludur. Evə daxil olduqda dəhlizi, ikinci mərtəbə qalxmasının pilləkəni. Pilləkən altında da bax belə bir qardırop da yerləşdirilib. Sol tərəfdə zal otağı yerləşir. Belə bir geniş zal otağı. TV üçün işıq xətti çəkilib. Kondisioner üçün də işıq xətti çəkilibdir. Burada mətbəx yerləşir. Evdə yaşayış olması üçün işıqlar elə ki, sayğasından yandıra bilmədim, sayğas bağlı idi. Burası isə hamam otağıdır, metlaq kafelli. Burada belə bir boşluqda saxlanılır ki, burada da şkaf yığıb müəyyən əşyaları da yerləşdirmək olar. İkinci mərtəbədə 3 yataq otağı yerləşir. Buranın bir yataq otağı. Evin dörd bir tərəfi qoşa daşla tikilibdir. Otaqların qapıları dəhlizə açılır. Bura ikinci bir yataq otağı. Bura isə üçüncü bir yataq otağı. Belə bir geniş yataq otağıdır, üçüncü otaq. Ev göründüyü kimi təmirli vəziyyətdədir, yaşayışa yararlı bir vəziyyətdədir. Qazı, suyu, işığı, kommunallar hər biri çəkilib, sayğaclar qoyulub. Kanalizasiya sistemi mərkəzi kanalizasiya sistemidir. Burası isə hamam otağı, ikinci mərtəbədə yerləşən. Qiymətləri qeyd etdim, real alıcıya endirim olunacaqdır.